Süni intellektual sistemlər vasitəsilə tədris prosesinin tənzimlənməsi və idarə olunması artıq ölkəmizdə də mümkün olacaq. Belə ki, hər bir təhsil alanının tədris mərkəzinə daxil olarkən geyimi, fiziki vəziyyəti, psixoloji durumu və s. xüsusi ekspert sistemlə çalışan cihazlarla təyin ediləcək. Ölkəmizdə ilk olan layihənin təqdimatı baş tutub. Baxaq görək bu layihə hansı üstünlükləri qazandıracaq. Xüsusi proqram vasitəsilə şagird və ya tələbə tədris müəssisəsinə daxil olduğu zaman ona aid məlumatlar sistemin informasiya bazasına göndərilir. Geyiminin təhsillə bağlı olub-olmadığı, fiziki vəziyyəti, psixoloji halı xüsusi ekspert cihazlarla təyin edilərək ona uyğun qərar verilir. Sistem vasitəsilə həmçinin tədris otaqlarında hər bir şagirdin fəaliyyəti, dərsə davamiyyəti, aktivliyi və eyni zamanda müəllimlərə də nəzarət etmək mümkün olacaq. Layihə süni intellektə əsaslanır və tədris prosesində tələbələr və müəllimlər haqqında məlumat toplayaraq təhsilin düzgün istiqamətini formalaşdırır. Süni intellektin vasitəsilə təlim prosesi avtomatik tənzimlənir və daha səmərəli bir sistem. Mütəxəssislər hesab edir ki, yeni layihə təhsil ocaqlarında baş verən neqativ halların aradan qalxmasına da ciddi kömək göstərəcək. Hamı bilər ki, belə bir şey var, dərsə hazır gəlir və yaxud da şagird üçün. İndi məktəblərimizdə nə qədər məsələn mənfi hadisələr baş verir, pis hadisələr məktəbə və təhsilə yaraşmayan hadisələr. Yəni mənə belə gəlir ki, bu layihə digər tərəfdən həmin o mənfi hadisələrin də qarşısında olmaqda çox kömək edir. Sadəcə dərs otaqları yox, tədris müəssisəsinin hər bir nöqtəsi intellektual agent rolunu daşıyan cihaz və kameralar vasitəsilə izlənir və məlumat küllüsü əldə olunur. Qeyd edək ki, hər bir şagird barədə nəhəng data analitikasına müraciət edilərək öz-özünü idarə edə bilən və öyrənən ekspert sistemlər təhsil sahəsində ən müasir yeniliklərdən hesab olunur. İsmail Əmirli, Sənan Kərimli, ATV Xəbər.